Budama metodunu izah edeyim. Deməli, qələm əkildi. Aha. İsti noyabrda və yaxud mart ayının axırıncında qələm əkildi. 50 santimdən kesilir. Qələm əkilən vaxt. Qələm əkildi, 50 santimdən kesilir. Ondan sonra mayın axırı, iyun ayında yaşıl budama olur. Yaşıl budamada tezlikdə hamısı bir qayda ilə 50 santimdən kesilir. Birinci kəsimimizi qələm əkiləndə əkildi. Məsəl üçün 1 metr yarımlıq qələmlərimizdir. 50 santimdən vurduq bunları. Sonra ikincisi yaşıl budama kimi. Yaşıl budama may ayında olur. May ayının ortalarından başlayır. Oradan nə kəsim aparır? Ondan yenə 50 santimdən hamısı kesilir. Yaşıl budamadır o. Bir dənə də 50 santim. 50 santimdən kesildi, hə. Aha. 50 santimdən kesildi və bu iki vəziyyət gəlib çıxır. Bu nəticəni aldı. Bu nəticəni Bu hələ gəlib. göz kimidir yeri gələndə. Hə. Bu nəticə. İndi ikinci ilində, yəni indiki qış budamasında İkinci bunlar budama kesilir 75 santimdən. Yerdən ölçülüyor 75 santim. 75 santimdən hamısı bir qayda olaraq kesilir. Hamısı 75 santimdən kesilir. Bunda kesilməli məqsəd nədir? Hı. Birinci növbədə bunun içində olan meyvələrimiz qalır. Aha. Və bizdə vaza sistemi olduğuna görə bizə lazımdır ki, liderlərimizin arasında olan məsafə geniş olsun. Bəli. İndi buradan biz ölçsək. Hardasa 1 metr məsafə var. Aha. Və buradan kəsdiyimizə görə bu hissədən başlayır Daha da tezə budaqlar alma. 1.20-yəcən məsafədə liderlər, o liderlə bu liderin arasında məsafə olur. Yəni bunun yaxşı cəhəti odur ki, vaza sistemində yerdən 75 sm hündürlüyündə çıxan lider budaqları balaca vaxtından şu yana qaçır və lazımi məsafədə tik çıxır yuxarı.